Hoş gördük herkesi. Dostlar ve mən izleyen ve TikTok platformama abone olan izleyicilerim. Dünənləri mən paylaşım etmiştim ki, noyabr ayının birindən canlı yayımlara başlayacağım. Sağlam qidalanma və sağlam həyat tərzi sürmək barəsində məlumatlar verəcəyim və bu barədə diskussiyalar, söhbətlər edə bilərik. Bu günləri canlı yayımı açmaq üçün zaman tapa bilmədik. Biraz zaman kısıtlığı olduğu için yeni videonu paylaşmaq qərarına gəldim ki, yəni canlı yayım olmasa da video şəklində sizinlə görüşüm və sizə yenə lazım olan müəyyən məlumatları verim və özüm tərəfdən də bir şey demək istəyirəm ki, yəni bu günləri noyabrın birindən mən ona şəxsən acılıq deyirəm, yəni qida qəbul etmədən yaşamaq dövrü. Yalnız su və mineral su tərkibli mayələr qəbul etməklə tamamilə qidasız, yəni yemək yemədən, aralıqlı oruc deyirlər bəzən ona, Türk dilinə çevirmək formasında olandır. Amma mən ona birbaşa azlıq deyirəm, yəni ən rahat odur. Belə olması daha rahatdır və hər kəs anlasın, bilsin ki, nə olan bir şeydir. Mən bunu dəfələrlə etmişəm, yəni gün hesabı ilə götürsək, 3 gündə tamam olaraq aç qalmışam, yalnız suyuna qidalanaraq, bir həftəm də olub, 10 gün də olub, 2 həftə də olub və rekord özüm üçün təyin edilmişəm 21 gün və 21 günü tamamlamışam və bunun nə qədər faydalı və nə qədər insanın orqanizminin sağalması üçün, insanın orqanizminin daha rahat və daha sağlam yaşaması üçün təsirini öz üzərimdə praktik olaraq yaşamışam. Bilirəm ki, bundan məlumatlı olan insanlar var, ölkədə az deyil. Hətta məsələn illər öncə mən daha cavan olan vaxtlarımda hətta o savad dövrü yaşadığımız bir dövrlər olan zamanda da mən belə bir şeylər eşitmişdim ki, su ilə müəyyən vaxt yaşayırlar və onun nə olduğunu hələ dərk eləyə bilmirdim. Sonra özüm artıq yavaş-yavaş bunu teoriyasını öyrənəndən sonra praktik olaraq üzərimdə onu yaşayandan sonra bunu dərinliklərini bildim və nə qədər faydalı bir şey olduğunu əlbəttə ki, kəşf elədim özümdə və praktik olaraq insan onu yaşayandan sonra bunun yəni faydalarını görəndən sonra tək özündə onu saxlamaq istəmir. Yəni biraz paxıllıq məndə o baxımdan olmadığı üçün hər kəslə bunu bölüşmək istəyirəm. Ola bilsin ki, sizin içinizdən kimsə bunu təkrar eləmək istəyər və onun faydalarını görmək istəyər. Onun yollarını, onu hansı formada gəlib o yerə çatmaq üçün ki, sən məsələn onu müəyyən vaxtlar ərzində davam eləyəcəksən, onu eləmək üçün onun qaydalarını artıq mən bilirəm və o barədə də sizə məlumat verəcəm. Bu məlumatları sizlə bölüşmək mənim üçün də belə bir tərəfdən yığılıb qalan elə bir ki, müəyyən o təcrübəni sizlə bölüşmək üçün rahatlıq əmələ gəlir məndə o baxımdan. Və bunu eləməkdə məqsəd odur, sizə göstərməkdə məqsəd odur ki, yəni siz görəsiniz ki, insan doğru olaraq qidalanandan sonra, əgər onun yolunu, qaydasını bilirsə, ondan daha üst, daha dərin, yəni faydalı məsələləri eləmək imkanına qadirdir. Yəni mən öz üzərimdə praktik olaraq bunları yaşadığım üçün, bildiyim üçün, yəni bunu sizə əyani şəkildə göstərmək istəyirəm ki, görəsiniz ki, necə bunu eləmək olur. Yəni mümkündür. Yəni çox da rahat da mümkündür. Eləmək də olur. Kimsə yəni ac qaldım bir gün, nə bilim, öldüm, sızladım, nə edim. Belə şeyləri artıq onu deyən insanlar bunu görəndən sonra, belə şeylər görəndən sonra biraz sakitləşəcəklər, özlərinə toxtaqlıq verərlər ki, yəni nə olsun sən bu günləri yemək yeməmsən, nə olur ki sənə? Sən orqanizm onsuz da qidalanır. Nə ilə qidalanır? Səndə olan, yığılan müəyyən ehtiyat yağlarına qidalanır. Əgər onlar səndə varsa, mənim məsələn tam arıq və sıska adamlardan söhbət getmir. Hər halda anlayırsınız söhbət nədən
deməkdir, nəyi nəzərdə tuturam. İndi mən praktik olaraq bunu yaşadığım üçün onun da bu gündən müəyyən zamanını, vaxtını sizə göstərəcəm. Gündəlik olaraq necə olaraq mən bunu öz üzərimdə keçirirəm. Hər gün məsələn video hazırlaya bilərəm və yaxud ola bilsin ki, canlı yayımlarda da bu barədə danışa bilərəm. Amma bu gündən mən artıq yəni o acılığa başlayıram noyabrın 1-dən. Bu bir həftədə çəkə bilər, mən də əfəroyamdan asılıdır. Məsələn 10 gündə çəkə bilər, 2 həftədə çəkə bilər və yaxud 3 həftədə çəkə bilər. Bu artıq mənim işimə, gücümə bağlı olan bir məsələdir. Ekstra bir şeyler ortaya çıxmasa, mən istədiyim qədər bunu uzadıb və orqanizmi sağalmaq üçün, orqanizmin daha sağlam qalması üçün o prosesi həyata keçirirəm və eləyəcəm də onu və sizə də göstərəcəm. Proses belə gedir. Yəni sən bu günlərə əgər acılığa başlayırsansa, 16 saatdan sonra orqanizmdə autofagiya prosesi başlanır. Bu autofagiya prosesi orqanizmi sağaldmaq üçün lazım olan bir sistemdir. Bu bizim orqanizmimizdə bizi daima sağaltmaq üçün lazım olan bir sistem bizi hər zaman gözləyir ki, biz ona o imkanı yaradaq. O imkanı yaratmaq üçün biz gərək orqanizmə qidanı müəyyən vaxt verməyək ki, o artıq o proses başlasın və o autofagiya zamanı o ki proses başladı, orada lizosomlar deyilən bir xırda zavodlar deyək də belə bir şey. Onlar artıq buraxılır yola və onlar başlayırlar orqanizmi təmizləməyə. Yəni əgər hər hansı bir xəstəlik varsa, hər hansı bir yara varsa, xora varsa, nə varsa, hər bir şeyi təmizləmək üçün həmin o xırda lizosomlar, zavodlar işləməyə başlayır. Çünki mədə artıq boşdur, sən orada qida vermirsən, bağırsaqlar yavaş-yavaş təmizlənir, boşalır, sorulma gedir və ondan sonra onların da yolu açılır. Bəlkə o tıxac ki var qida zamanı ki, onu sən ona tıxayırsan, tıxacı vaxtı o işləyə bilmədiyi üçün həmin onun üçün rahat bir zəmin əmələ gəlməlidir. Belə dostlar, artıq mən bu günləri birinci gün olaraq başladım acılığa, saat artıq 6-dır demək olar. Axşam, yəni rahat şəkildə də ac qalmışam və qida istəmirəm də, suyumu içirəm normal qaydada və yola davam. İnşallah gələn videolarda, yəqin ki sabahları mən video hazırlayıb sizin üçün onu qoyacağım. Siz izləmədə olun və sabahları artıq ikinci gün olaraq bu barədə danışacağım.